Şəhid adı yanmaq sadəcə bir ünvanı ziyarət etmək deyil. Bir xalqın qürur mənbəyi olan insanın izinə toxunmaqdır. Bu ünvan Elvin Babayevin böyüdüyü yerdir. Onun daim arzusu vətənə layiqli xidmət olmuşdur və o bu yolda ömrünün ən yüksək pilləsini ucaldı. Şəhidlik. Ömrünün hər bir anında qəlbində məşəl kimi alovlanan vətən sevgisi onu daim vətəninə xidmətə sürükləyirdi. Sanki o hər bir hərəkəti ilə bizə bunu göstərmək istəyirdi. Onun vətən sevgisi kəlmələrimizə sığmayacaq qədər böyük idi. Bugün şəhidin səsi Elvin Babayevin qəhrəmanlıq sahnaməsini işıqlandırır. İndi isə gəlin birlikdə onun həyatına və mübarizə yoluna əsr olunmuş video çarxı birlikdə izləyək. Daha sonra qaldığımız yerdən davam edirik. Babayev Elvin Əkbəroğlu 28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2008-ci ildə Bakı şəhəri Leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olmuşdur. Vətənpərvər və fəal şagird olaraq tanınan Elvin Babayev təhsil aldığı tam orta məktəbdə Gəncə Şahinlər hərbi komandasının manga komandiri olmuşdur. 2019-cu ildə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin en sayılı hərbi hissəsində xidmət etməyə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan ordusunun əskəri olan Elvin Babayev Ağdam və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 7 oktyabr 2020-ci il tarixində 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Babayev Elvin Əkbəroğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Həmçinin Zəngilanın azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə də təltif edilmişdir. Subay idi. Özünüzü təqdim edərdiniz, zəhmət olmasa. Rəhimova Kəmalə Lətif qızı. Vətənə xidmətə yollanarkən ən son sizə nə dedi? Onun baxışlarında hansı duyğuları hiss etdiniz? Şəhid Elvin Babayevin anasıyam. Elvin çox mərd, vətənpərvər, çox ağıllı bala idi. Evin ilk o evladı idi. Elvin Azərbaycan Dövlət Sərhəd Akademiyasına sənədlərini vermişdi. Hərbiyə çox böyük bir həvəsi var idi. Ancaq institut balı çatmadığından, kəsildiyindən əskər apardılar. Müharibə zamanı oğlunuzla hansı müddətdə danışa bilirdiniz? Müharibə zamanı, yəni müharibə başlayandan sonra mən çox həyəcan keçirirdim. Mən başqa, yəni balalarımızı fikirləşirdim ki, televizorun qabağında oturub hər gün fikirləşirdim ki, görəsən ay Allah, müharibə nə vaxt bitəcək, dua eləyirdim ki, yəni hamı balalar öz evlərinə sağ-salamat qayıtsın. Ancaq mənim xəbərim yox idi ki, yəni Elvin müharibədədir. O Elvin 1 il 3 ayın əskəri idi müharibə başlayanda. O bizə deməmişdi müharibəyə getdiyini. Mən heç nə bilmirdim. Mən gözləyirdim ki, müharibə qutaracaq, hamı başqa balalar evlərinə sağ-salamat gedəcək. Ancaq 2 dəfə müharibədə başlayandan sonra bizə zəng vurmuşdu. Bir dəfə zəng vurmuşdu, mən yaxşıyam, narahat olmayın.
Ancaq axırıncı dəfə zəng vuranda mənlə salamlaşdı. Sonra dedi, qardaşıma ver telefonu, mən də verdim. Dedi ki, qardaşına dedi, Emil, anamgildən müğayət ol özünüzdən. Artıq evin kişisi sənsən, anamgili sənə tapşırıram. Ondan sonra xəbər gəldi bizə. Onunla bağlı hansı xatirələrinizi bizimlə bölüşə bilərsiniz? Uşaqlıqda Elvin biraz dəcəl idi. Dəcəl uşaq idi. Ancaq belə, necə deyim, çox mehriban idi, qəlbi təmiz, çox saf uşaq idi da, ürəyini desən çıxart mənə verərdi, körpəlikdən elə idi. Qardaşı ilə Moskvada yaşayanda qardaşım ona pul vermişdi, 4 yaşı var idi. Git dayıya oradan aşağıdan bir dənə smetana al gəl. O da getmişdi, biz gözləyirik, bu gəlmir. Deyirik, görəsən, ay Allah, uşaq niyə gəlib çıxmadı? Aşağıdaydı, elə bil mağazin. Bir də baxmışdıq, Rus uşaqlarından bütün pulun hamısını aparıb, marojniya verib yeyirlər. Qumluğun üstündə orada pisoçka, orada yeyirdilər. Balaca vaxtı çox dəcəllikləri, amma Elvin çox ağıllı, mərd, çox qeyrətli bala idi. Ancaq idmanla məşğul olurdu. Uca bədəni daşmışdı, çox trenajör zallara, çox həvəsi var idi. 7 il futbola gedibdi. Çox ayağında topu elə oynadırdı ki. Elvin yəni filmlərə çox, döyüş filmlərinə baxırdı, çox sevirdi. Onun videoları var, fraqmanlar, onlar məktəbdə öz sinif yoldaşları, dostlarından çəkiblər. Yəni çox həvəsi var idi, xoşlayırdı. Bizim vasitəmizlə gənclərimizə hansı məsləhətlər vermək istərdiniz? Gənc balalara məsləhətim odur ki, vətənpərvər olsunlar, ağıllı olsunlar, ana-atalarını dinləsinlər, tərbiyəli uşaqlar olsunlar. Elvin, yəni, necə deyim, çox ağıllı, vətənpərvər, çox qoçaq uşaq idi. Yəni, Elvinin arzuları var idi. Elvin akademiyadan kəsiləndən sonra demişdim, amma mən əskəriyi bitirib gələndən sonra yenidən verəcəm sənədlərimi. Çox ağıllı bala idi Elvin. Elvin mərd idi, heç nədən qorxmurdu, çox qorxmaz idi. Əskərlikdə də o müharibə vaxtı komandir deyir, əskər yoldaşına dedi ki, sən səngərdən çox çıxma, evin bir oğlusan da, mənim ancaq qardaşım var, mən sənin yerinə nə lazımdır eləyəcəm. Elvin elə ürəyi var idi, çox mərd uşaq idi. Canavar kimi idi. Hələ mən zəng vuranda bizə əskərlikdən ki, dedim ki, Elvin, müharibə başlayıb, birdən sizdə ged, apararlar, mama qurban, bax, çıxma, ha, getmə, qorxuram mən, çox qorxuram, sənə bir şey olar. O mənə dedim, amma mən canavar kimi oğlanam, ermənidən qorxacam. Sən bu nə sözdür, mənə deyirsən. Amma çox təəssüf ki, gəlmədi Elvin. Arzuları ürəyində qaldı. 3 ay qalmışdı. Yolunu çox gözləyirdim Elvinin. Hələ indi də gözüm yollardadır. Fikirləşirəm, nə vaxtsa yəqin hardansa çıxıb gələcəkdi balam. Elvin necə bir insan idi? Onu qardaş kimi fərqləndirən əsas xüsusiyyət hansı idi? Əslində, onun haqqında çox şey demək olar. Sadəcə onu fərqləndirən ən böyük xüsusiyyət onun mərd olması idi. Ailə tərbiyəsi görməsi idi. Mənim qardaşım elə mərd uşaq olub ki, elə cəsur olub ki, dostlarının bayaq qeyd elədiyi kimi hamıya köməyə çatmağa çalışmamışam. Hamının yanında olmağa çalışıbdı. Evim mənim üçün tək qardaş yox, həm ata olubdu. O mənim həmişə arxamda ayağım olubdu. Bilmişəm ki, yanımda biri var, mənim qardaşım, ata əvəzim, həmişə ona arxayın olmuşam, həmişə ona belimi söykəmişəm. Qismət belə olub, şəhid oldu, arxada ayağımı itirdim, bir boşluğa düşdüm. Necə deyərlər, ürəyimin yarısı, parası getdi. Hiss eləmək olmur indi heç nə.
deyirik, gülürük uşaqlarla, amma qardaşımın həmişə boşluğu mənim ürəyimdə qalacaq. Onun sözləri, o gülüşü, o xarakteri, nə qədər danışsam azdır onun haqqında. Əsgərlikdə dostları danışırdık. Elvin biraz şey olub, yatanda dura bilmirdi. Yəni, o bir dəfə danışırlar ki, Elvin biz deyir, oyada bilmirdi ki, geçsin posta deyirdi ya, Elvin dururdu belə, əynin falan geyinirdi, hər şeyini deyir. Bir-iki addım atan deyir, ayaq üstə yatıb qalırdı, çağıranı deyir, xidmətə hazır. Bir daha get, post səni gözləyir. Yəni, həm mehriban olubdu, həm mərd olub, həm cəsur olubdu. Yəni, güləriz uşaq olub da, bir sözlə dostlarının yanında, qonşuların yanında hamısı başına and içir. Bir şey ki, mənim qardaşım öz əskər yoldaşına demişdi ki, sən səngərdən çıxma, sən evin tək övladısan. Nə lazımdırsa, hər bir şey mən özüm eləyəcəm. Mənim heç olmaya arxada bir qardaşım var, amma sənin heç kimin yoxdur. Bugünkü gündə şükür o uşaq sağdır. Yəni, qardaşım verdiyi sözlə tutdu ona. Tək başına komandirləri danışır, tək başına mərmiləri. Şeydə olublar diviziyonda, artilleriyada. Tək başına 20 kiloluq mərmiləri özü qaldırırdı ki, daha çox ataq, ermənilərə aman verməyək. Sizin həyatınızda hansı müsbət təsirlər olub? Sizə ən çox nəyi aşılayıb? Bir yox, bir neçə təsir olub. Mən mehribançılığı, sonra anamdan sonra mən tərbiyən qardaşımdan olmuşam. Mərdliyi, cəsurluğu, igidliyi mənə nümunə olub hər zaman. Həmişə dəstəkdə durmaq olubdu, mehriban olmaq olubdu. Ən böyük müsbət təsirdə igidliyi olubdu. Mən hələ də bugünkü gündə çalışıram, onun adını uca tutum. Çalışıram onun kimi mərd olum, igid olum, cəsur olum. Gücüm çatdığı qədər hər ikisi kömək eləyim. Onun haqqında danışsaq, saatlarca gərək danışaq. Tamam başqa bir insan olub o. Yəni, biz elə bil 100 min insanın içindən bir nəfər seçilir ha. Elə bir şey olub. O insan, mən arxam, dayağım, hər şey. Əsgərlikdə zəng eləyirdi mənə. Anam bayaq dediyi kimi, şəhid olmasına bir gün qalmış. Zəng elədi, telefonun anamın gündən danışdı, məni götürdü, mənə dedi ki, evdəkilərdən müğayətə ol, evin artıq tək övladı sənsən, Allaha əmanət ol. Yəni, onu gözə almışdı ki, şəhid olacaq, o yaşda, yəni 19 yaşında, yəni onu dərk eləmək. Bizi yarımcan qoydu, amma vətənimizi uca tutdular. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sizcə Elvin bir dost kimi necə örnəyi olurdu? Elvin bir dost kimi yaxşı dost idi, yaxşı qardaş idi. Ətrafında hamıya yəni, köməkçi bir dost idi. Çalışırdı ki, hamıya öz köməyini göstərsin həyatda. Özünüzü təqdim edərsiniz, zəhmət olmasın. Mən Xəlilov İsa Elçinoğlu. Elvinlə ilk harda və necə tanış olmuşdunuz? Bir də onunla bağlı ən yadda qalan xatirəniz hansı idi? Babayev Elvinlə 2008-ci ildə 2-ci sinifdə tanış olmuşam. Yəni çox gözəl münasibətimiz olub. Üç qardaş idi. Yəni kasıb ailədən böyümüşük hamımız. Yəni o qədər çətin günlərdən keçmişik ki, sadəcə yəni heç kimə xoş olmazdı. Yəni sözün açığı mən özümdə xidmətdə olmuşam hal-hazırda o döyüş zamanında. Və bir gün zəng elədim sinif yoldaşıma ki, İbrahimov Rüstəmə. Soruşdum necəsiz, nə var, nə yox, sadəcə məlumatım yox idi. Çünki müharibə vaxtı, yəni hamı bilinir ki, heç kim bir-birinə əlaqə saxlaya bilmirdi. Zəng elədim, bəs danışdım, bəs xəbər aldım ki, deyilər ki, bəs Babayev, Elvin bəs şəhid olub. Çox üzüldüm, yəni ki, çox dəhşətli bir hadisədir.
Yəni bir insan üçün yəni ki, yaxın bir qardaş bildiyi insanı itirmək yəni ki, çox çətin bir şeydir yəni. Yəni bizim o qədər xatirələrimiz olub ki, məktəb vaxtından yəni bir yerdə yəni boya başa çatmışıq. Yəni pis günlərimizdə, yaxşı günlərimizdə yəni bir yerdə keçib. Biz Babayev evində məktəb vaxtı çox xatirələrimiz olub. Yəni hələ bir xatirələr olub ki, yəni heç yaddan çıxmaz. Çünki biz uşaqlıqdan həmişə çalışmışıq ki, yaxşı olaq. Hələ olub ki, biz məktəb vaxtı göndəriblər harasa bir yerdə getmişik. Yəni düzdür, mən 9-cu sinifdən çıxmışam. Yəni amma gedirdim tez-tez gedeyim. Yəni doğrudan da xətrini istədiyim bir, yəni ki, qardaş istədiyim uşaq olub. Bizim o qədər xatirələrimiz olub ki, yəni xatirə yadda qalan kimi, yəni kaş gəlir özü də yəni nətər yəni yanımızda olmağını çox istəyərdik. Düz 2019-cu ildən bu yana kimi mən Babayev Elvini görməmişəm. Yəni ki, çox dərin bir yara kimi qalıb məndə. Yəni ki, elə şey olub ki, o xidmətdə olanda bizdən bir il böyük idi deyə bizdən öncə gedib də xidmətə. Yəni həmişə deyib ki, biz əsgərdən biz qayıtanda İsanı tək buraxan deyiləm. Yəni deyib İsanın hər gün yanına gedəcəm ki, biz özünü tək hiss eləməsin. Yəni o qədər dərin şeylər deyib ki də, insanın yəni ki, yaddaşında elə qalır ki, istər-istəməz insan kövrəlir. Çətin günlərdə Elvin bir dost kimi sizə necə arxada yanırdı? Ümumiyyətlə belə tam başdan başlayıb mən 2014-cü ildə 28-də köçdükdən sonra İsmail dostumuzun belə desək tanışlıq vasitəsilə Elvinlə tanış olmuşam. Yəni Elvin tanış olduğumuzdan sonra yəni biz bir neçə dost həmişə birlikdə vaxt keçirirdik. Onunla belə desək Elvin gilə gəlib sağ olsun Kəmal xala da bizə yeməklər bişirirdi, birlikdə gözəl vaxtlar keçirirdik, deyirdik, gülürdük. Belə desək bizə çox xatirələr yaşatmışdı, çox çətin günlərdən də keçmişdik. Düzdür desək, belə desək, mən onlardan bir yaş böyüydüm, amma ki, məhəllə uşağı olduğumuz üçün çox birlikdə vaxt keçirib, velosiped sürürdük, futbol oynuyorduk, basketbol, voleybol, demək bütün məhəllə oyunların hamısını birlikdə oynamışıq. Onun bizə göstərdiyi həmişə qayğı, həmişə bizə tez-tez zəng edib, hardasın, gəlin görüşək, vaxt keçirək, deyək, gülək deməyi belə bizi ürəyimizi isidirdi. 2014-dən belə desək, 20-yə qədər bu ev bizim üçün ikinci ev kimi idi. Tez-tez gəlib gedirdik. Axırıncı dəfə bu evə 2020-də gəlmişdik ki, çünki bu, necə deyim, şəkillərə biz görə bilmirik, baxamırıq. Pis təsir edir bizə də. Ən böyük xatirəsi 2020-də şəhid xəbəri gələndə olmuşdu. Bizə ağır təsir eləmişdi. Belə deyim, Kəmal xala da bizə, belə desək, Elvindən, Eminndən ayırmayıb, həmişə övladı kimi görüb, həmişə bizə çox qayğı verib. Ümumiyyətlə, Elvin şəhid olduqdan sonra da bizim də, Emilə də, Kəmal xalaya da maksimum dərəcədə, belə desək, ailə kimi olmaya çalışmışıq, maksimum dərəcədə köməkli etməyə çalışmışıq. Dəstək olmaya çalışmışıq ki, Kəmal xala da, Emir qardaşımız da Elvinin boşluğunu hiss eləməsin. Amma nə qədər də olsa, bizə təsir edirsə, onlara daha çox təsir edəcəyini bilirik. Ümumi belə desək, onlarla, Elvinlə çox böyük xatirələrimiz olub. Ən böyük xatirələrindən yadında qaldığımız, burada çox basketbol oynadıqlarımız olub. Çünki Elvinin boyu həm hündür idi, həm də belə desək, ətrafda ən balaca boy mən olmuşam deyə basketbola həvəsim var idi. Elvin də hər zaman mənə basketbolu öyrədərdi ki, necə yaxşı atıcılıq eləmək lazımdır. Yəni, böyük xatirələrdən biri odur. Daha sonra biz onun son zəngində, bir foto çəkilişində hamısında iştirak eləmişdim. Şəhidimiz Elvin Babayevi qonşuluqda necə uşaq, necə gənc kimi tanıyırdınız? Elvin çox yaxşı uşaqdır. Onlar bu həyətə kirəyə gələndə o elə bil ki, kirəkeş uşağı dərdi. Bütün uşaqlara çox yaxın münasibət göstərdi. Uşaqlarla yaxşı rəftar edirdi. Böyük kiçik yeri bilənidi. Həmişə o nənəsi onları məktəbə, idmana aparırdı. Çox tərbiyəli uşaqdır. Elvin vətənini qəlbən sevirdi. Bunu bizim yaddaşlarımıza həkk etdi. Bugün onun xatirələrini bir daha yaşadıq. Gah hüzünləndik, gah da ki qürur duyduq. Sanki Elvinin vətənim çağırışı qulaqlarımızı cingildətdi. Elvin bir daha sübut etdi ki, əsl Azərbaycan igidi necə olmalıdır. Növbəti buraxılışlarımızda başqa bir şəhidin qəhrəmanlıq salınmasına toxunmaq ümidi ilə.